Simfoniyadır. Mebelin qiymətini əsas formalaşdıran şeylərdən biri mexanizma seçimidir, digəri isə dəzgah seçimi. Çəkməcə mexanizmlərində biz adətən istifadə etdiyimiz bulyon və hedge mexanizmlərindən əlavə bunlar burada istifadə ediblər. Ədədi 3 manat olan raylar ki, mətbəx evə quraşdırılan zaman bunlar işləyir və siz bunların yaradacağı, gələcəkdə yaradacağı fəsadları bilmirsiniz. Çəkməcənin ümumiyyətlə sonradan açılmaması və yaxud açılan zaman bu cür səslər verməsi, bu yaranacaq fəsadlardır. Təəssüf ki, siz əvvəldən proqnoz edə bilmirsiniz və sonradan bir il olmur ki, mexanizmlər artıq işləyini bitirir. Mətbəxinizdə bu cür qapı çırpılmasını hər halda ki, siz də istəməzsiniz. İstehsalda və quraşdırmada istənilən bir quraşdırma prosesinin texniki bir planı olmalıdır. Baxmağınızı istəyirəm, qapaq artıq qabyandan tam ayrılıb və müstəqilliyini elan edir. Hazır MDF panellərdə kəsimdən sonra ona kənar bant yapışdırılır. Qapılarında şişmələr, su keçirmələr və yararsız hala düşmə kimi görüntüləri görmək olur. Biz rezapalı ümumiyyətlə düz mətbəxdən başqa L formada və ya U formada olan mətbəxlərin heç birinə tövsiyə etmirik. Suyun qarşısında dözümsüzdür və şişir. Hazır MDF panel, hansı ki hamının akril MDF dediyim material, əslində heç keyfiyyətsiz deyil. Sadəcə ona yanaşma, peşəkarlıq nümunəsi və planlama daha ömürlük etməyə imkan verir.